Salam, hər vaxtınız xeyir mənim istəkli izləyicilərim. Sizin dəstəklərinizi və səmimi sözlərinizi eşidəndə mən daha da ruhlanıram və sizə minnətdarlığımı bildirirəm. Bugün sizinlə söhbət etmək istədiyim mövzu Incruzis'də mentorluq layihəsidir. O qədər geniş və maraqlıdır ki, buna onlarla veriliş həsr etmək olar. Çoxları məni cəsarətli, güclü, bacarıqlı və sevgi dolu bir insan kimi tanıyır. Amma mentorlarımız Azərbaycana gələndə anladım ki, güc hələ son demək deyil. Özünə inanan insan həmişə yeni üfüqləri görə, inkişaf edə və ilham verə bilər. O mənə güclü olmağı öyrətmədi. O mənə yeni üfüqləri, yeni imkanları və ideyaları öyrətdi. Bu xanım yetərincə təcrübəsi olan və minlərcə davamçısı olan Urcan xanımdır. Əziz Lalə xanım, bugün mən sizə müraciət etmək istəyirəm. Mən sizin potensialınızı görürəm, gücünüzü hiss edirəm və bilməyinizi istəyirəm ki, siz daha da artığını bacara bilərsiniz. Mən dəyərli Azərbaycan xalqını və bu ölkəni çox sevirəm. Və səmimi qəlbdən bildirmək istəyirəm ki, Azərbaycanda böyük bir potensial görürəm. Və Incruzis'in məhz burada inkişaf etməsini çox istəyirəm. Sadəcə biznes kimi yox, insanların səyahət etməsini, həyat keyfiyyətlərini daha da artırmasını istəyirəm. Mən sizə və Incruzis'in Azərbaycanda böyük gələcəyi olduğuna çox inanıram. Mən yanınızdayam. Unutmayın, nəticəniz öz əlinizdədir. Gəlin birlikdə böyüyüb, bir gələcək quraq və imkanlarımızı əldən verməyək. O Qazaxstanlıdır, amma bəzən qəlblər arasındakı məsafə ölkələr arasındakı məsafədən daha yaxın olur. Şirkətimizdəki mentor layihəsi göstərdi ki, təcrübəli və güclü insanlar belə sərhədləri genişləndirib, başqalarına nümunə olaraq irəli gedə bilər. Əslində mentorluq bir insanın digərinə yol göstərməsi deyil. Bu təcrübənin ötürülməsi, düşüncə tərzinin formalaşması və insanın öz potensialını daha aydın görməyə başlamasıdır. Bu yolda tək olmamağını bilmək insanın daxili gücünü tamam başqa səviyyəyə qaldırır. Hər mərhələdə mənə dəstək olan və yol göstərən Urcan xanımın hekayəsi belədir. Mənim həyatım dəyişildi. 2018-ci ildə rəsmi işdə işləyirəm. Incruzis mənə xəyallarda yaşadığım bir dünyaya qapı açdı. Ailəm və dostlarımla birlikdə səyahət etməyə başladım. Həyatım daha rəngarəng və mənalı oldu. Öyrənmək, transformasiya və şəxsi inkişaf, yeni mühit, yeni arzular. Daha çox bilgi, daha çox səyahət. Getdikcə daha çox insan mənimlə birlikdə səyahət edir. 2020-ci ilə qədər maaşlı işdə çalışır və paralel olaraq biznes qururdum. Arzuları, diləkləri bir xəritəyə çevirdim. 2023-cü ilin yanvar ayında rəsmi dövlət işimdən ayrıldım. Yenilikləri sınayıram və arzularımı həyata keçirirəm. Uşaqlarıma Amerikanı göstərdim. Hal-hazırda beynəlxalq direktor rütbəsindəyəm. 4 dəfə Avropa üzrə, 4 dəfə Amerika, 1 Norveç fjordları, 1 Türkiyə və Yunanistan, Asiya, Yaponiya və Koreya, Singapur və Hong Kong və növbəti səyahət Kanar adalarına olacaq. Bu kadrlara baxanda bir daha anlayırsan ki, hər şey bir qərarla başlayır. Bu hekayə sadəcə uğur haqqında deyil. Bu insanın etdiyi seçim haqqındadır. Bugün biz görürük ki, onun yolu bir çox insanı ilhamlandırır və ətrafdakılarının həyatlarını dəyişir. Hərəkət edənlərin heç bir sərhədi yoxdur. Əgər siz də bizimlə dünyanı kəşf etmək istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz.